Herkese salam, kanalımıza xoş gəlmisiniz əziz dostlar. Bugünkü qonağımız Zülfiyə Cəfərova olacaq. Zülfiyə xanım, salam, hər vaxtınız xeyir. Xoş gəlmisiniz. Xoş gördük hər birinizi. Sizi də salamlayıram. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. İstəsəz özüm haqqında biraz danışa bilərəm. Mən artıq 30 ildən çoxdur ki, maliyyə sektorunda çalışan, başlanğıc olaraq mühasibatlıqdan başlayan, amma daha sonra maliyyəni öyrənib, sonra öz şəxsi biznesimi quran adi insanlardan biriyəm. Biraz daha çox oxumağı, biraz daha çox maariflənməyi və öz üzərimə yatırım etməyi sevən biriyəm. Tərifləmək olmasın, biraz məndən dedim. Səhvliyərik. Həqiqətən belə siz və sizdən başqa hər kəs kim öz üzərində yatırım etsə, onsuz da onların uğurları yazılır və bizim bu kanalı yaratmamızın əsas prioritetlərindən, məqsədlərindən biri odur ki, cəmiyyətimizə, bizə baxanlara çatdıraq ki, öz üzərinizə yatırım edin. Mən də özümə təşəkkür edirəm ki, yaxşı gəlmisiniz. Çox maraqlı bir məncə podkast olacaq. Podkastlarımız hətta biri olacaq. İstəyirsən Günel, ilk sualla atəşdən başlayaq. Atəş deyil, xoş bir açılış sualı olacaq. Bugün çox bəzi insanlar öz ideyalarını biznesə çevirmək istəyirlər. Biznes qurmaq istəyən şəxs hardan başlasın, nələri bilməlidir? İlk öncə bir şey deyim də, yəni biznes qurmaq o qədər asan bir şey deyil. Yəni biz əlimizdə kifayət qədər pul ola bilər və yaxud da ki, çoxlu ideyalarımız ola bilər. Amma o demək deyil ki, biz onları reallaşdıra biləcəyik. O demək deyil ki, biz bu biznesi qura biləcəyik. Mən həmişə deyirəm və öz şəxsi təcrübəmdən irəli gələrək deyirəm, biznes qurmaq üçün gərək motivasiya olmalıdır. Birinci motivasiya olmalıdır. Mən nə üçün biznesi qurmaq istəyirəm? Mənim məqsədim nədir? Pul qazanmaqdırmı məqsədim və yaxud öz arzularımı reallaşdırmaqdırmı məqsədim və yaxud cəmiyyətə bir xeyir verməkdirmi məqsədim? Əgər mənim motivasiyam bəllidirsə, bilirəm ki, bəli, mən bu məqsədə qulluq edəcəm. Növbəti addım nə edirəm? İdeyalarıma baxıram. Amma ideyanın özü də belə, hər ideya real bir ideya ola bilməz də, hər bir ideya realistik ola bilməz. İdeyanın kökündə nə durmalıdır? Mənim bilik və bacarığım. Təbii ki, bəs ideyanın davamlı olmağını necə bilə bilərik? Və yaxud da onu necə ölçə bilərik? İdeyanın davamlı olmağını indi ölçə bilməyəcəksiniz. Ölçəcəksiniz yalnız biznes, bu ideyanı reallaşdıracaqsınız. Bu ideyanı yavaş-yavaş təkmilləşdirəcəksiniz, genişləndirəcəksiniz və yaxud heç genişləndirə bilməyəcəksiniz, elə yerində sayacaqsınız. O zaman bu rəqibləri analiz etmək həmin sektorda, bu ilk növbədə buradan başlaması düzgün istiqamətdir, yoxsa ilk növbədə istəyirsiniz ki, motivasiyamız birinci olmalıdır, hər şeylərə bax. Baxın, deməli, öz şəxsi təcrübəmdən götürəcəm, mən biznesi necə qurdum? Deməli, əslində, lap belə deyək də, elə orta məktəbdə oxuyanda belə mən həmişə müəllim olmaq istəmişəm, heç vaxt ixtisasçı olmaq istəməmişəm. Amma elə olub ki, məni yönəldiblər də bu sahəyə və mən ixtisasçı olmuşam, mühasiblikdən başlamışam, sonra keçmişəm maliyyəyə. Deməli, həmişə fikrimdə var idi ki, insanlara nəyisə öyrədim. Nəsə bir təcrübəmi bölüşdürüm, bildiklərimi bölüşdürüm. Bu bir ideya idi məndə. Amma bu ideyanı biznesa çevirməkdən ötürü mən əvvəl nə etdim? Bir ağ vərəq götürdüm, vərəqi böldüm 2 yerə və bir tərəfdə yazdım. Mənim bu ideyamın müsbət mənfi tərəfləri nədir? Yəni bunu biz iqtisadi termin olaraq SWOT analiz deyirik, amma ki mən heç o vaxt bilmirdim o nə olan şeydir. Bəli, heç bilmirdim də, yəni maraqlı deyildi mənə. Mən sadəcə götürdüm, böldüm vərəqi 2 yerə, yazdım müsbət mənfi tərəflərimi. Təbii ki, mən müsbət tərəflərimə yazdım biliyim, bacarığım, danışıq qabiliyyətim, kifayət qədər belə deyək də, təcrübəmin olması, biraz vəsaitimin olması, heç vəsaitim də o qədər çox deyildi, biraz vəsaitimin olması. Mənfi tərəflərə yazmağa başlayanda birinci olaraq nəyi araşdırdım? Araşdırdım, görüm bu sahədə rəqiblər kimdir?
İndi deyəcək bu mənfi tərəf, amma mənfi tərəf deyil əslində. Amma mənim üçün bu bir qorxulu bir tərəf idi ki, mənim bir əjdaha rəqiblərim var. kimdir? Bəli. Və həmin dövrdə həqiqətən də bazarda bir əjdaha təlim mərkəzləri var idi ki, hansının ki mən özüm təlimlərinə gedirdim və özümün hörmət etdiyim bir təlimçilər var idi, nə bilim belə baxırdım onların danışığına, deyirdim ki, insan nə qədər savadlı ola bilər. Bəli, əlbəttə ki, rəqiblərimdən başladım və rəqiblərimin bu sahəni nə qədər əhatə etdiyinə baxdım. Görüm ki, mənim rəqiblərim hansı sahələrdə təlim deyirlər, hansı təlimçilərlə təlimdirlər və tələbat nədir? İnanın ki, biz biznesə başlayanda sosial media belə geniş kütlə deyildi də. Yəni heç biz bilmirdik Instagram nədir, Facebook nə idi. Hələ ancaq nə edə bilirdim? Məsələn, tanıdıqlarımdan kimsə deyirdim ki, sən eşitmişəm təlimə getmisən, məsələn, hara getmisən, kim idi müəllimin sənin? Bəli, mən SWOT analizimi mənfi tərəfindən birinci rəqiblərimdən başladım. Amma o rəqiblərimin tanımağı sonra da mənə müsbətə gətirdi. Nə üçün müsbət tərəflərə yazdım onu? Çünki mən artıq bilirdim ki, mənim rəqiblərimdə nə var, nə yoxdur, mən nəyi edə bilərəm və yaxud rəqibimdə var, amma fikirləşirəm ki, onu biraz başqa cür eləyə bilərdi, təkmil ola bilərdi və mən onu müsbətə çevirə bildim. Bəli, rəqiblərdən başladım. Motivasiya dediniz önəmli şeydir, mən də razıyam. Biz Güneylə bu layihəyə başlayanda motivasiyamızı bəlkə bilmirəm günün ölçüsü yox. Mən özüm ayrıcaqlı motivasiyamı ölçdüm ki, mən motivasiyam axıra kimi gedəcəkmi və özümə əmin oldum. Layihəyə başladıq və sizdən bir şey soruşmaq istəyirəm ki, hər kəs özü motivasiyasını özü qoruya bilir. Siz necə qoruyursunuz? Bu biznesə başlayanda hamımız bilir ki, nəyə lazımdır, sən mi bacaracaqsan? Kənar təsirlər olur. O şəxs sənsənmi? Kənar təsirlərim həddən artıq çoxdur. İstərsəniz biraz istəməyənlər də çox olur. Və onu da demək istəyirəm ki, oxşar layihələr də çox olur. Özümüzünküsünü necə fərqləndirək deyə bir fikirlər də olur ağlımızda. Yəni sizin motivasiyanızı güclü saxlayan nə idi? Necə motivasiyanızı əgər azalırsa çoxalda bilirdiniz? Hansı əməllər edirdiniz? Çox qəşəng sualdır. Əslində müəyyən dövrlərdə pəs etmək istəmişəm. Yəni demişəm ki, mən bu sektordan çıxacağam da, mən işləyə bilmirəm. İş çox ağır işdir. Yəni özünü tanıtmaq və o müəyyən bir səviyyədə saxlamaq çox çətindir də. Müəyyən dövrlərdə hətta mən sizə deyim ki, mən öz biznesimi dondurmuşam. Zaman olubdu. Qayıtmışam stabil gəlir gətirən bir sektora. Mən elə bank sektorunda işləyə biznesimi qurmuşdum. Müəyyən bir dövr var idi ki, mən hətta dondurdum öz biznesimi. Keçdim böyük bir banklardan birinə, kifayət qədər böyük əmək haqqına və yeni bir challenge idi mənim üçün, yeni bir sahə idi, nə isə qurmaq, yaratmaq. Amma elə bir ki, həmişə içimdə nəsə belə bir boşluq yaranırdı da. Niyə yarımçıq qaldın? Niyə mən bunu yarımçıq qoydum? Və heç cürə başa düşə bilmirdim ki, mən niyə bunu yarımçıq qoydum? İşim gedirdi. Əslində mən heç bir kənar sözlərə qulaq asan adam deyiləm. Yəni ki, nə üçün bunu qurdun? Məsələn, istər ailə, istər cəmiyyət, istər dostlarım hansı ki şikayət edirdilər ki, səni görmək olmur, səninlə toya getmirsən, yasa getmirsən, bu nə işdirsə, mən tam səmimidim. Heç kəsin sözünə qulaq asmırdım da. Çünki içimdə bir boşluq var idi. O boşluğu mən nəylə doldururdum? Mən gedirdim, təlim deyirdim və yaxud kimin üçünsə biznes qurmaqda dəstəyi olurdum. İnanın mən olub ki, məsələn, tutaq ki, gecə minmişəm maşına getmişəm, hansısa bir rayona, bir sahibkarla görüşmüşəm. Səhər saat 9-da gəlmişəm işə. O dərəcədə məndə bu işə belə böyük bir sevgi var idi və o içimdəki o boşluq mənə imkan vermirdi. Müəyyən dövrdən sonra mən başladım yenə bunu paralel yürütməyə. Yəni bilmirəm, mənim motivasiyamı güclü saxlayan bəlkə də özümü reallaşdırmanı ancaq yəni öz biznesimdə görürəm. Başqa heç nədə görə bilmirəm. Yəni burada hətta motivasiya pul deyil də. Burada motivasiya bilsiz nədir? Məsələn, kiməsə bilik verirsən, kimisə öyrədirsən. Sonra zaman gəlir, məsələn, bir də görürsən ki, hardasa bir yerdəsən, kimsə yaxınlaşır sənə deyir ki, müəllimə salam, necəsiz? Tanımadınız məni. İnanın ki, bəzən elə vaxt olur ki, heç adları yadımda qalmır da, yəni adlarını çaşdırıram, amma mənə çox xoşuma gəlir də kimsə mənə deyəndə ki, baxın müəllimə, o vaxt siz mənə məsləhət gördünüz və yaxud da ki,
belə pis çıxmasın. Hərdən bilirsən bayramlarda mənə rayondan bir pay gəlir. Fikirləşirəm ki, bir dəfə mənə bir mişıq şey göndərmişlər, kartof göndərmişlər, bir yekə kisə. Evdə hamı gülüşdü ki, bu nə hədiyyədir. Dedim, yox, siz bilirsiniz, biz o xanıma bir qrup idik də, biz o xanıma o biznesi qurmaqda dəstək olmuşuq da. Yəni ona demişik ki, qorxma, çətin olacaq, amma sən bu biznesi quracaqsan. Bacaracaqsan. Bəli, xanım indi bu dəqiqə Azərbaycan rayonlarının birində böyük bir kooperativ sədridir də, yəni kooperativ qrupdur. Və bu məncə dünyanın bütün puluna dəyər də. Yəni zaten biz pulu qazanacağıq. Təbii ki. Bəzən vur demək vurmaqdan irəli olur. Mən zəngdən də düşünürəm ki, həqiqətən bir təlim dediyi zaman bir şagird və ya tələbə olsun fərqi yoxdur. Kontent özü gəlib sizə sağ ol demək elə ən böyük motivasiyadır. Düşün, kiminsə həyatına istəmədən də yaxşı mənada toxunmusan və yaxud da ki, istəyərək. Kiməsə toxunmaq özü belə zövq verir. Bəs biznesini quran bir insan, bir neçə ideyası var, bayaq dediyimiz kimi, bir insanda hər şey şünas ola bilmir. Ən tutarlı ideyalar və ya bir insanda gəlirə fikir verirsə, ən gəlirli ideyalar hansılardır? Bu gün başlasa partlada bilər. Yenə də deyirəm, ideya çox ola bilər. Bilik bacarığın varmı bu sahədə? Məsələn, mənim ideyam var, mən bilirəm ki, şirniyyat bişirmək, deyəcəm, bu tradisional bir biznes növüdür də. Məsələn, daha çox regionlarda yayılıb. Məsələn, gözəllik ustasıdır, şirniyyatdır, kosmetologiyadır, bəli. Bunların hamısında gəlir var. Çünki bunlar hamısı tələbatlı biznesdir. Yəni baxın, xanım heç olmasa həftədə bir dəfə, iki dəfə salona gedir və yaxud da ki, biz şirniyyat yeyən millətik də, biz hər şeyi şirniyyat, biz çayı adi suyu içmək istəmirik. Amma önəmli olan odur ki, sənin bu sahədə bacarığın, biliyin varmı? Yəni sən bacaracaqsanmı bunu? Bu sənin sahəndimi? Bu sual altındadır. Bəli, ideyaların içindən yalnız özünün bacardığı eləməlisən. Niyə deyirəm? Çünki mənim şəxsi təcrübəm olub ki, bir ara hamı dedi ki, tikinti materialları mağazası açmaq çox sərfəlidir. Bəli, çox sərfəlidir və hətta Şərq bazarının indi o vaxtda, indi artıq müasirləşib, Şərq bazarının aşağı hissəsində balaca evlər var idi. O evləri vermişdilər, hamı qapı açmışdı, tikinti materiallarına məşğul olur. Mən də onda bir başqa bankda işləyirdim, baş mühasib işləyirdim. Mənə dedilər ki, çox qəşəng biznesdir. Fikirləşdim ki, əlimdə pul da var, biznesə həvəsim var axı. Mən də bir şey açım və təsəvvür edin ki, açdım, qəşəng onu təmir elədim. Hətta mənə dedilər, neyinsən təmir edirsən? O indi belə təmir belə şey sayılır da, girirsən adi bir şeydir. Mən oranı təmir elətdirdim, gətirdim yaxşı nə bilim, rəflər qurdum, mallar aldım və öz ailə üzvümdən birini otuzdurdum ora. Və 3 ay keçdi, ya 4 ay keçdi, gördüm başladılar mənə zəng eləməyə ki, bəs sizin falan məhsul üzrə borcunuz var. Sizin falan nə bilim nə üzrə borcunuz var. Bax belə gözləmədim heç nə. Gözləmədim ki, 1 il keçsin yaxşı olacaq, 6 ay keçsin yaxşı olacaq. Mən o dəqiqə başa düşdüm ki, bu mənim sahəm deyildi. Yəni mən bilmədiyim sahəyə girişdim. Ziyanın yarısından qayıtmaq xeyirdir və onu bağladım. Düzdür, zərərlə çıxdım, bağladım. Və bu mənim yeganə bilmədiyim işə belə deyək də yatırım etməyim idi. Ondan sonra mən dedim ki, yox. Bilmirəmsə, bacarmıramsa və özüm öz biznesimin üzərində deyiləmsə, içində deyiləmsə, o biznes alınası deyil. O deyir ki, restoran işlətmək üçün mütləq ki, bir dövr ofisant işləmək lazımdır. Hökmən. Mən də bəzən o gənc vaxtı, bundan biz daha gənc vaxtı idealım olub ki, kafe açsın, restoran açsın, bu olsun, amma mən həmişə dostlarım deyir ki, ofisant işləməmisənsə, yəni o biraz sənin üçün çətin olacaq. Deyirəm ki, yox, mən özüm işləsəm də başqa yerdə, səni qoyarım, sən işləsən ofisant deyir, qardaş. Dostluq, qardaş, hər şey öz yerində, amma ki, öz biznesin başına özün durmalısan. Çünki başqa cür alınmır. Biz bayaqlar biznesin qurulmasına, yaradılmasına danışdıq, amma tutaq ki, artıq biznesi qurmuşuq. O biznesin dayanıqlı olmasını necə təmin edə bilərik? Yəni biznes tamam qurmuş, bir bina məsələn qurmuşuq, strukturunu qoymuş, təmirini. Yəni bu bina qurulandan sonra onu satmaq lazımdır axı bilərik. Onları necə edə bilərik? Çox qəşəng sualdır. İdeyamızı reallaşdırdıq, oturduq, amma ideyanı reallaşdırmamışdan əvvəl biz balaca da olsa bir biznes plan tutmalıyıq. Hökmən qaydada.
bu belə qlobal bir biznes planı olmamalıdır. Sadə bir versiyada öz gəlirdə ehtimal edəcəyimiz gəlirlərimizi və faktiki olaraq çəkəcəyimiz xərclərimizi. Həmişə ehtimal olunan gəlirlər belə deyək də bizim istəklərimiz axı biz biznesa girişəndə deyirik ki, ay biz buradan çoxlu pul qazanacağıq. Ehtimal olunan gəlirləri həmişə az saymaq lazımdır. Nə üçün az saymaq lazımdır? Çünki çox olacaqsa qazancın qalacaq. Az olacaqsa ən azı xərclərini o gəlirlərə uyğun tutacaqsan. Yəni belə bir termin var da, break-even point. Yəni zərərsizlik nöqtəsinə çatmaq istəyirsənsə əgər, həmişə gəlirləri nisbətən az göstərməlisən, amma xərcləri tam realistik göstərməlisən. Yəni xərclərimi biraz azaldım yox. Və müəyyən bir dövr sən öz gəlirlərinlə xərclərini bağlamaya bilərsən və bu normal bir şeydir. Çünki bu bütün biznesdə belədir. İstəyir təlim sektorunda, istəyirsən kiçik bir mağaza aç və yaxud da ki bir gözəllik salonu aç, fərq etməz. Xidmət sferası, satış sferası olsun. Müəyyən dövr xərclər həmişə gəlirləri üstələyəcək. Çünki bir, sən brend qurursansa, brendini tanıtmalısan və bu brendin tanıtmasına sən kifayət qədər pul xərcləyirsən. İndi bilirsiniz də, sosial media zamanıdır. İndi biz reklamlara o qədər pul xərcləyirik ki, təzə-təzə mən reklamlara çoxlu pul qoyanda şoka düşürdüm ki, bu qədər reklama pul qoyuram. Amma gələn mərkəzə müraciət edən insanlar reklamdan gəlmirdilər də. Hələ öz dostlarım, tanıdıqlarım, tələbələrim gətirirdilər. Amma yenə də fikirləşirdim ki, bu bir brendin tanıtmağıdır da. Brendi tanıtmaq lazımdır. Böyük bir kütləyə tanıtmaq lazımdır. Yəni müəyyən dövr xərclərin üstələnəcək və bir məqam gələcək ki, o məqamı da sən hesablamalısan. Bəri başdan hesablamalısan. Bilməlisən ki, 6 aya mı, 8 aya mı, 1 ilə mi bu biznes özü-özünü gəlirini gətirəcək. Nəyə görə sən hesablamalısan? Sən hazır olmalısan o itkilərə. Əksi təqdirdə hazır olmasan, sən 6 aydan sonra pəs edəcəksən. Deyəcəksən ki, yox, olmaz da. Mənim artıq pulum tükənibdir və yaxud da ki, pulum azdır, planlarım qlobaldır, 6 aydan sonra pul qutardı. Axı bu biznes 6 ay pul gətirə bilməz sənə. Deməli sənə bir uzun bir müddət lazım idi də. Deməli sən hesablamağı düz aparmamısan. Onda biznes planı düzgün qurmaq lazımdır ən başdan ki. Ən birinci növbədə. Məncə ümumiyyətlə biznes qurandan zaman üzr istəyirəm Günel xanım, biznes qurandan zaman ən az 11 ilini fikirləşmək lazımdır. Ən azı. Çünki bir ildən qısa müddətdə partlayış olmaq biraz çətin bir şey. Çünki hal-hazırda cəmiyyətimizdə artıq SMM qoşulur, belə sosial media faktoru çox göz önündədir. Düzdür, hər sosial mediada olanlar o demək deyil keyfiyyətlidir. Amma keyfiyyətli olan məhsullar da var. Tayizə bunu tapmaq lazımdır deyə. O sənin tapılmağında belə deyə, sizi tapmaq üçün ən azından bəzi insanlar 5 nəfər də səhv edirlər. 6-cı artıq gəlib sizi tapırlar. Tamamilə doğrudur. Və söhbət maliyyədən düşmüşkən, xərclərdən düşmüşkən, əgər bir nəfər indi son vaxtlar görüb də 0 manatla layihəyə başladım deyirlər. Və yaxud da ki, indi yalan doğru müəyyən büdcəsi ilə də başlayanlar ola bilər. Nəzərə alaq ki, layihə qururuq, bizə müəyyən maliyyə lazım olacaq. Sponsor necə tapaq, investor necə tapaq və yaxud necə diqqətini çəkək ki, bizə maliyyə yatırım eləsinlər? Çox qəşəng sualdır. Əslində bu barədə mən bir dəfə də danışmışdım. Baxın, həqiqətən elə bizneslər var ki, sırf maliyyətlə başlaya bilərsən. Bu əsasən xidmət sektorudur. Yəni sən kiməsə xidmət göstərə bilərsən. Əgər sən onu özünə biznes sayırsansa, problem yoxdur da. Yəni kimisə evini təmizləyirsən və yaxud da ki, heyvanlarına qulluq eləyirsən və yaxud məsələn xaricdə daha yaxşı belə çox təcrübələr var ki, kimsə məzuniyyətə gedəndə dibçəklərini sulamağı kiməsə tapşırır və bu pullandır və yaxud itini pişiyini müəyyən müddət saxlamağa. Yəni sıfır büdcə ilə başlanan bizneslər həqiqətən var və yaxud da ki, məndə bir xanım var idi, sualıza cavab verəcəm. Məndə bir xanım var idi, sıfır büdcə ilə necə başlamışdı. Xanım dedi ki, oturmuşdum evdə, pul qazanmaq lazımdır, regionda yaşayır. Təsəvvür ki, regionda özü də elə kasıb bir rayondur ki da, yəni orada biznes qurmaq mümkün deyil də. Yəni canlı biznes qura bilməzsən. Mən də çox araşdırdım, baxdım, xarici saytlara baxdım və fikirləşdim ki, belə bir biznes qura bilərəm, foto edit.
Bu nədir? Bu müəyyən bir şəkillərdir. Sən şəkli çəkirsən, ona göndərirsən, o onu restavrasiya edir. Sənin paltarının rəngini dəyişir, sənin saçın rəngini dəyişir və yaxud da ki, köhnə, lap köhnə kiminsə, nə bilim, babavın, nənəvin şəkli var, onu istəyirsən bir bərpa eləməyə. Sadəcə telefonla çəkirsən. Deyir, araşdırdım, baxdım, xüsusi proqramlar var. Müəyyən müddət o proqramlar pulsuzdur. Yəni həqiqətən biz internetdə axtarsaq pulsuz proqramlar çoxdur da. Hələ adi ChatGPT-ni götürək, indi pulsuzdur da. Üstün intellekt hər şey. Birazdan sonra o da pulla olacaq. O yəni indi hələlik insanları yavaş-yavaş alışdırırlar da buna. Və deyir mən o pulsuz proqramlardan istifadə elədim. Əvvəl öz şəkillərimizi, sonra qonumların şəkillərini sosial mediaya çıxdım. Hal-hazırda xanımın 38 min nəfərlik səhifəsi var. Və təsəvvür edin ki, mən rayonda olanda biznes təlimlərinə getmişdim. Onlara biznesin idarə edilməsindən balaca bir qısa müddətli təlimimiz idi bizim. Xanım gəlmişdi ora və deyir ki, müəllimə, siz təlim deyirsiniz. Mən baxdım telefonuma, mənə sifariş gəlibdi. Mən elə bu 1 saatın içində deyir, o sifarişi icra elədim, 30 manat qazandım. Yəni həqiqətən sıfır büdcə ilə başlanan bizneslər var. Amma o ki qaldı ki, əlimizdə bir nə bilim ideya var. Çox yaxşı da bir ideyadır, innovativdir, yəni yenidir də. Biz investoru necə tapa bilərik? Bəli, investor tapmaq çətindir. Niyə çətin? Çünki insanlarda güvən qalmayıbdır. Heç kəs öz pulunu heç kəsə yatırmaq istəmir də. Çünki ola bilsin ki, o düzgün investor deyil də. Ola bilsin ki, o nə bilim müəyyən bir evini satıb, nə bilim əlində bir pulu var, biznes qurmaq istəyir, amma özünün bacarığı yoxdur. Sən onu inandıra bilməyəcəksən. Bu real deyil də. Amma həqiqətən biznes adamına müraciət etmək lazımdır. Amma məncə investorların özləri də bir scout olmalıdır. Biz belə futbolda məsəl gətirəcəm bir xeyirli olaraq. Futbolda scoutlar var ki, yaxşı futbolçular seçmək üçün müəyyən ölkələrə göndərirlər. Mən düşünürəm ki, bizdə də bu investorlar, scoutlar olmalıdır ən azından ki, hansı davamlıdırsa layihə və ən azından gənclər hansılar həvəslidirsə, onları seçmək, onlara yatırım eləmək düzgün olsun. Bunu quran bir adam lazımdır. Yəni baxın, mən hətta Amerika kanallarında var da belə bir şeylər ki, sən startapsan, müəyyən bir pullu insanlar var ki, bir fond yaradırlar. Mən onu Türkiyədə də gördüm, amma daha çox qadın girişimçiləri, sahibkarlar üçün gördüm ki, böyük ailələrin xanımları bir bu dərnək deyil, bir fond yaradırlar, investisiya fondu yaradırlar və əgər sən qadın sahibkarsansa, yaxşı bir ideyan varsa, investor axtarırsansa, sən ora müraciət edə bilərsən. Və müraciət edəndə də necə müraciət edirsən, mən həmişə demişəm. İnvestor nəyə baxır? Bir investor baxır sənin güvənliyin, özünü necə güvənli hiss edirsən bu biznesdə. Yəni sən bu biznes haqqında hər şey bilirsənmi? Yəni sən bir şəxsi bir simpatiya yarada bilirsənmi o adamda? Təsəvvür ki, mən gəlmişəm sizə deyirəm ki, nə olar mənə pul ver də. Çox yox, 15 min pul ver, mənim bir yaxşı deyəm var. Sizcə mənə baxanda siz güvənli ola bilərsiniz? Yox, təbii ki. Bəli, amma indi təsəvvür edin ki, mən gəlmişəm, heç sizə yalvarmıram. Məsələn, deyirəm ki, baxın, mənim bir yaxşı bir ideyam var. Mən fikirləşirəm ki, bu innovativ ideyadır. Bəli, mən sizə söz vermirəm ki, sizin etdiyiniz yatırıma elə sizə 10% gəlir verəcəm və yaxud da ki, elə bu birinci il olacaq. Amma mənim əlimdə bir biznes plan var, hansı ki, ikinci məqamdır. Mənim əlimdə bir biznes plan var. İstəsəniz, mən bu biznes planı sizə detallı başa sala bilərəm. Təbii ki, əgər qarşındakı adam biznes adamıdırsa, ona maraqlı olacaq o. Yox, qarşındakı adam heç vaxtı biznesdən anlayışı yoxdursa, o sənin investor olmayacaqlar, mümkün deyil. Lap hətta şəxsi simpatiya da olsa, o rəqəmlərə baxacaq, bir şey başa düşməyəcək də. Təbii ki. Belə. Ona görə təəssüf ki, bizdə hələ investor bazarı deyilən bir bazar yoxdur da. Yəni çox adamların əlində çox belə var, layihələr var, müxtəlif layihələr var, qurumlar o layihələri eləyirlər. Amma ideyası olan çoxdur və həqiqətən də yaxşı bizneslər də çoxdur, amma yatırımçı azdır da. Bizdə yatırımçı problemi var. Və yaxud məsələn bizdə İşte qorxular pulları itirəcəklər. Ola bilər. İtirilər də bilər. Təcrübə azlıq bu sayədə. Bilirsiniz necədir? Bu biznesdə də itirilər də bilər, düzdür.
investor riskli adam olmalıdır da. Sən risk etməyi bacarmalısan. Sən risk iştahın Amma olmalıdır. biznesmen də həqiqətən riskli olmalıdır. Yəni biznesmen riskli olmasa, yəni əlindəkini bir məncə düşünüb bitirəcək. Çünki bazara rəqabətli olmaq lazımdır. Bu günləri məsələn biz bu podkastı məsələn qurmuşuq, çəkiliş edirik. Amma biz yenilik fikirləşməliyik, məcburuq. Çünki bizimlə paralel olaraq yaxşı mənada rəqiblərimiz də var. Bəlkə biz fərqləndirə bilməsək, yerimizdə ancaq belə saysa, təbii ki, biz yox olub gedəcəyik. Mən düşünürəm ki, hər bir sahə, biznes sahəsi tutmuş, hamısı risklidir və riskdə almaq lazımdır. Bəli, belə bir hətta termin var. İqtisadiyyatda deyirlər ki, risk və gəlirlik bir-birinə mütənasibdir. O zaman düz başlayım, əsas o da biznes planımız da yaxşı olmalıdır ki, investorlar bilə bilər. Bir, sənin özünə güvənin, bu biznesi həqiqətən bilməyin, yəni belə buna şəxsi simpatiya deyə bilərik. 2, sənin düzgün biznes planın olmaq. Bu 2 şey yoxdursa, sən heç vaxt investoru hətta özün biznesini qura bilməzsən. O ki, qaldı ki, investor. Bəlkə investor sənin ailə üzvündə ola bilər. Təbii ki. O olsa lap yaxşıdır. Təbii ki. Siz qadın girişimlərinə düşlərdə mən sizə bir düzdür, cinsiyyətçiyə girmək istəmirəm, amma həqiqətən mənim üçün çox maraqlıdır ki, bir xanım olaraq biznesə başlayan zaman ən böyük çətinlikləriniz nə oldu və onların üstünə necə aşdınız? Baxın, bir xanım olaraq o çətinlik o vaxtı da var idi, indi də var. Çünki ən azı bizim cəmiyyətimiz kişi mentaliteti üzərindən qurulan. Bu feminist danışıq deyil, amma kişi mentaliteti üzərindən qurulan bir cəmiyyətimiz var da. Məsələn, mən gedirəm hər hansısa bir yaxşı bir ideyanı, yaxşı bir proqram hazırlamışam, böyük bir banka gedirəm, ideyamı təklif kimi yaxınlaşıram, prezentasiya edirəm, hər şey eləyirəm. Biz fikirləşərik deyirlər, tutaq ki. Amma mənim rəqibim bir kişi xeyalağıdır. Gəlir həmin o bankın sahibinə və yaxud hansısa bir təşkilatın sahibinə deyir ki, biz sizi bir biznes lança çağırırıq. Məsələn, biz sizi bir axşam yeməyinə çağırırıq, bir çay qonağına. Və salam, bunların arasında artıq ünsiyyət yarandı. Çünki bunlar getirdilər, oturdular bir yerdə, yemək yedilər, çay içdilər, biraz söhbət elədilər. Mən demirəm ki, o rəqib belə fərqli bir deyil. Sadəcə daha tez ortaq cəhət tapa bilirlər. Bəli. Bizdə bu biraz o qadınlar üçün biraz bu çətindir. Sonra nə çətindir? Yenə gələcəm cəmiyyətimizə. Cəmiyyətimizdə çox zaman qadın bir mənalı qarşılanmır. Nə qədər də biz desək ki, ay biz azadıq, yəni biz yox, mən fərqliyəm, elə deyil də. Yəni qadın illahda ki, sahibkar oldu, o bir mənalı qarşılanmır. Sən böyük bir şəhərdə yaşasan bəlkə normaldır, amma regionda yaşayanda bu lap çətin olur. Çünki ailə dəstəyi anlamı var. Yəni hər bir sahibkar xanımın bir ailə dəstəyi olmalıdır. Bu ailə dəstəyi sənin öz ailən ola bilər, valideynlərin ola bilər, oğlun, uşağın ola bilər, amma bir dəstək olmalıdır. Çünki hər bir halda qadın zəif məxluqdur. Nə qədər güclü sahibkar olsa da belə. Yəni qadın adi bir sözdən inciyib ağlaya bilər də. Yəni olub ki, belə məsələn getmişəm, çox böyük həvəslə getmişəm, prezentasiya eləmişəm, amma belə adi mimikaya baxanda belə, sonra gəlmişəm, oturmuşam, hətta ağlamışam ki. Mən nə etdim görəsən? Mən niyə getdim? Yox, biraz zəiflik yox, zəriflikdəndir. Bəli. Mən niyə getdim də? İnan o qədər özümü qınayırdım ki, mən niyə getdim, getməyəydim. Amma məncə bir xanımlar da biznes sektoruna atılırsa düşünürəm ki, kişilər kimi bir sərtliyi olmalıdır. Çünki yox cavabı artıq şəxsi həyatda biləm xanımlar yoldaşlarından, oğlanlarından, bəlkə atasından yox cavabı daha az aldıqları üçün biraz daha şirin və ərkən bölünür, amma biznes sektoru təbii ki, elə deyil. Mən elə düşünürəm. Yox cavab alanda bir xanım məncə onu qarşılamağı bacarmalıdır ki, sizcə niyə oldu? Məncə hər yox bizi böyüdür. Bəli, bax. Düpbədüz. Çox düzdür. Hər suallar, yoxlar, çətinliklər doğru yol tapmağımıza yol çizir. Bizi yoxlar böyüdür və mən düşünürəm ki, inkişafımıza ən böyük yol açır. Hətta bizi möhkəmləndirir. Bəli. Ki sən yox dedin, görərsən. İndi görəcəksən. İndi görəcəksən. Bu layihələrdən get-gəldən danışdıq ki, rayondakı layihə, Bakıdakı layihə. Sizcə bəs hansı regionlarda olan layihə və yaxud regionda ya da
şəhərdə, daha çox meqapolislərdə layihələr tutur. Bir də ki, sahibkarlıq olur bəzən ki, sosial sahibkarlıq biznesdə müəyyən qədər fərqliliyi var. Bunların fərqliyindən biraz danışaq, çünki mənə də həmişə maraqlı gəlib. Hə, mən əslində özüm də sosial sahibkaram, müdəssirəm. Regionda biznes çox zəif tutur. Mümkün deyil regionda. Yəni biznesin baxın da əhali az. Yəni eyni təkrarlanan bizneslərdir də. Yəni siz gedəcəksiniz hansısa bir rayona nə görəcəksiniz? Gözəllik salonu, çayxana, market. Və hə, o marketin içində hər şey var da. Yəni İnşaatdan tutmuş hər şey var da, yəni var, bəli. Çayxana, kafeyə bir yerdə götürək. Məsələn, gündüz yeməkdir, axşam hökmən çayxanadır. Yəni baxın burada nə qədər əhali var ki. Məsələn, bir. İkinci rayonda günü bu gün də elə regionlarımız var ki, məsələn, qadınların gedib hardasa oturub yemək yeməyi mümkün deyil. Qadının məsələn, inanın mənə, mən elə rayonda olmuşam ki, qadın salonuna, gözəllik salonuna gün batandan sonra gedir. Çünki deyirlər ki, bizdə olmaz. Yəni deyəcəklər ki, falan kəs getdi gözəllik salonuna, məsələn tutaq ki, hətta belə bir şeylər də var. Təbii ki, megapolisdə də deyirsiniz. Megapolisdə biznes qurmaq daha rahatdır. Əhali çoxdur. Sonra fərqli bir şey etdikdə bunu sən düzgün təqdimat eləsən, daha tez reaksiya olacaq. Hətta regiondan mən bilirəm ki, məsələn, adam oturub tutaq ki, regiondadır, WhatsApp üzərindən satılan paltarları belə regionda insanlar alırlar. Çünki seçim yoxdur da, bildiniz necə. Amma orada o biznesi qurmaq sərf eləmir. Ona görə şəhər daha yaxşıdır biznes qurmaq üçün. Region da spesifik ola bilər, amma yenə də ən böyük kütlə hara yerləşir? Megapolisdədirsə, tələb məsələsi var da, istehlakçı məsələsi var. Bunu kim istehlak edir? Təbii ki, megapolisdə rəqiblərimiz çox olur. Bəli, tamamilə doğrudur. Olmalıdır da. Məncə siz demiş biznes plan hazırlayan zaman region üçün seçiriksə, onun biznes planını fərqli eləməliyik. Çünki biz lokal yeri nəzərə almaq lazımdır. Lokal yeri nəzərə. Məsələn, mən son axırıncı rayonlarımızdan bölgəmiz Şəkidə oldum. Mən Şəkidə coffee shop gördüm və içi dolu idi. Bəli. Ya orada da bəzi tələbatlar var. Sadəcə olaraq tələbatı düzgün seçmək lazımdır ki, biz məsələn Şəki olsun, Zaqatala olsun, ən uzaq rayon Qazax olsun, nə açsaq biznes plan. O gəlib regionu tutacaq. O Şəkidə tuta bilər. O Masallıda tuta bilər. Amma o Biləsuvarda tutmayacaq. O coffee shop mümkün deyil tutsun da. Yəni regionlar və yaxud Cəlilabadda o heç tuta bilməz. Biraz ticari rayonlarda, şəhərlərdə tutacaq. Onu İnsanların biraz şeyindən asılıdır. Regiondakı insanların belə pis çıxmasın, savadlılıq dərəcəsindən asılıdır da. bir inkişafdan. Bəli, bəli, regionun inkişafına. Baxın, mən dekabr ayında Xankəndinə getmişdim. Bizim orada bir sahibkar Orada xanım həqiqətən vardı. inşallah Bakıdan da daha yaxşı Ay, olacaq. çox gözəl olacaq. Mən ümumiyyətlə bütün sahibkarlara deyirəm ki, gələcək Xankəndindədir. Həqiqətən real. Niyə? Çünki bir dövlətin gələcək sosial sahibkarlığı üzrə birinci dövlətin orada çox böyük güzəştləri var. Vergidən azadsan, bu bir. İkinci, siz təsəvvür edin ki, kvadratı 50 qəpiyə yer icarəyə götürmək nə deməkdir? Siz təsəvvür edirsiniz 100 kvadratlıq yerə siz 50 manat pul verirsiniz. Təsəvvür edirsiniz 50 manat. Və bir neçə ildən sonra həmin o yerlər satışa buraxılanda ən birinci sənə təklif eləyəcəklər ki, sən buranı icarədarısan. Bax, biz sizə təklif edirik. Və ödədiyin icarə pulları, onun satış qiymətindən çıxılacaq. Mən Xankəndində nə gördüm? Bir küçə var orada, o Qarabağ Universitetinin ətrafındakı bir küçədir belə. Mən orada çoxlu restoran, coffee shop gördüm. Düzdür, bəziləri boşluq idi, bəzilərində adamlar var idi. Hətta yanımdakı xanım dedi ki, coffee shop burada gedəcəkmi? Dedim, gedəcək. Burada dedim, gedəcək. Niyə gedəcək? Onu bəli, ola bilər qışda getməsin. Çünki insanlar qış olanda gəlmirlər. Amma yay oldu, gedəcək. Çünki hamı gedəcək ora Xankəndini görməyə. Hamı harda oturacaq? Bizdə artıq coffee shop mədəniyyəti var. Bəli. 15-20 il bundan qabaq yox idi. Bəli. Amma indi biz hamımız Son 10 günümüzü ildə kofe rahat ilə var. açırıq da. Bəli, bəli, mən tam razıyam sizə. İstəyən də istəməyən də trend üçün mütləq eləyəcək. Hökmən bir dənə belə qoyursan, şəklini çəkirsən, qoyursan Instagrama. Orada rəqiblər çox ola bilər məncə coffee shoplarda və yaxud da kafelərdə, amma yaxşı orada məhsuldan çıxır. Artıq keyfiyyətə. Artıq keyfiyyətə çıxır. Və qiymətə. Bəli.
və qiymət çox önəmlidir. Çünki bir dəfə məsələn girib orada kofeyə 10 manat pul verən adam ikinci dəfə ora girməyəcək də təbii ki. Mən də razıyam. Amma nəzərə alsaq ki, onun mayası çox aşağıdır. Yəni mən məsələn biznes açanda həmişə deyirəm ki, baxın, deməklə ki, rəqimdə 10 manatdır, mən də 10 manatda satım. Bir gəl hesablayaq maya dəyərinə baxaq. Plus görəsən nə qədər pul qazanmaq istəyirsən və elə bir qiymət qoyaq ki, sən rəqibdən üstün olasan. Keyfiyyət itirməyəsən, qiymət olaraq da rəqibdən üstün olmayasan. Onda səndə o biznes alınacaq. Mən məsələn hərdən düşünürəm ki, 10 dənə 10 manatlıq satmaqdansa 20 dənə 7 manatlıq 5 dənə satsan daha yaxşıdır. Həm o reklamda əcəmi artır mən. Çünki bu gün də siz alırsınız, cəb dostunuza deyirsiniz, dostuza deyir. Daimi müştəri qazanır. Daimi müştəri qazanırsan. Bəli, Müştəri bəli. bilir ki, mən bura rahat məsələn gələ bilərəm dostlarımdan və bilirəm təxmini hesablayıb deyirəm ki, burada mənim hesabım nə çıxacaq. Müştəri gətirir. Bəli, hökmən. Deməli sosial sahibkarlığa nə deməsim? Əslində bu çox gözəl bir dünyada olan bir tendensiyadır. Hələ ki Azərbaycanda bu çox belə az inkişaf eləyibdi. Biraz da demək olar ki yoxdur da. Azərbaycanda sosial sahibkarları barmaqla saymaq olar. Yəni sayt belə 25-30 nəfər olmaya da belə. Həmişə deyirəm ki, sosial sahibkar olmaq üçün ürək olmalıdır. Yəni sən öz qazandığın puldan cəmiyyətdə olan hər hansısa bir problemin həllinə xərcləməyə ürəyin olmalıdır da. Çünki biz pulu qazanırıq özümüz üçün, deyirik ki, mən istəyirəm bahalı maşın sürəm, bahalı evim olsun, bahalı geyimim olsun. Nə üçün mən bu pulu paylaşmalıyam? Məsələn, Məmməd getsin işləsin də. Nə üçün o işləmir? Mən ona pul verməliyəm. Baxın, sosial sahibkar demir ki, Məmməd getsin işləsin. Sosial sahibkar Məmmədi gətirir, öyrədir. Məmmədə iş qurmaqda, biznes qurmaqda və yaxud savadlı olmaqda, peşə almaqda kömək edir. O getirib Məmmədə pul vermir, gəl 10 manat, yəni xoş gəldin, yox. Sosial sahibkar cəmiyyətdəki problemlərin həllini qazandığı pulla biznes vasitəsilə həll edən adamdır. Yəni biznes qurursan qarşı tərəfə, peşə yönəldir, peşə öyrədirsən qarşı tərəfə. Bunun üçün də sən qazandığın puldan keçməyi bacarmalısan. Yəni qazancığın minimum 50%-ni paylaşmağı bacarmalısan və bu xeyriyyəçilik olmamalıdır. Yəni bu xeyriyyəçi olmamalı. Çünki o xeyriyyə dollarının, belə bir Məhəmməd Yunusun bir sözü var, deyir, xeyriyyə dollarının ömrü çox qısadır. Amma xeyriyyə üçün ancaq biznes üçün verdiyin dolların etkisi, təsiri, müddəti daha çox uzun olacaq. Sosial məsuliyyətdən doğur belə başa düşürəm. Sosial sahibkarlıq həm də krizi fürsata çevirirlər və davamlı bir layihə əldə edirlər, nəticə əldə edirlər. Sosial məsuliyyət biraz bilirsiniz necədir? Əslində sosial məsuliyyətlə sosial biznes bir-birindən fərqlənir. Deyim sizə niyə? Sosial biznes elədir ki, mən davamlı olaraq nə isə edirəm. Amma sosial məsuliyyət bir layihədir. Məsələn, indi bu iri şirkətlərdə var da belə sosial məsuliyyət layihəsi. Məsələn, bir layihədir, bir dövr götürüblər. Bu dövr ərzində deyirlər ki, tutaq ki, biz qadınlara maliyyə savadlığı keçəcəyik, qadınlara biznes qurmağı keçəcəyik, qadınlara müəyyən bir dəstək olacaq və salam. Layihə bitdi. Sosial məsuliyyət də bitdi, qurtardı, getdi. Amma sosial biznes elədir ki, sən özün şəxssən də, özün yatırım edirsən bu insana və maraqlısan ki, bu davamlı bir biznes olsun. Sən onu yarımçıq qoymursan. Sən onu biznesini qurdun. Növbəti addım neyirsən? 6 aydan sonra monitorinq edirsən. Baxırsan ki, sən indi biznesi nə yerdədir? Yəni bir növ sən ona mentorluq eləyirsən də. Heç vaxtı əlvi onun üstündən çəkmirsən. Ta o vaxta qədər ki, adam biznesi oturur və qazanc əldə edir və sən ona aşılayırsan ki, bax, sən də sosial biznes qura bilərsən. Sən də bu yolda kiməsə dəstək ola bilərsən. Artıq balıq tutmağı öyrədir. Bəli. Sosial biznesdə və sosial layihədə çətinliklər fərqlidirmi?
Yoxsa eyni çətinliklər mi var? Eyni çətinlikdir. Fərqi yoxdur. Sən pul qazanmaq üçün eyni çabaları edirsən də, yəni sən pul qazanmalısan. Eyni rəqiblərlə baxırsan ki, rəqibləri araşdırırsan, yatırımı verirsən, xərclərin olur. Eynidir. Yəni burada dəyişən heç nə yoxdur. Sadəcə olaraq qazancını bölürsən. Gəlir modelləri bəs necə qurulmalıdır orada? Adi biznes kimi. Adi biznes. Bəli. Baxın, sosial biznesin adi biznesdən heç bir fərqi yoxdur. Sadəcə dediyim kimi, qazanılan pul hansısa cəmiyyətdə olan bir sosial problemin həllinə dəstək olmaqdır. Məsələn, işsizliyin azalmasıdır və yaxud indi bizdə COP29 oldu, yaşıl biznesin qurulmasıdır. Baxın, dünyada bu dəqiqə yaşıl biznes anlamı çox genişdir də. Hələ ki bizdə o yaşıl biznes, yəni COP29 ərəfəsində biz çox danışdıq da yaşıl biznesdən. Amma hətta mən imtahan vermişəm ona bağlı universitetdə. Təsəvvür edin ki, bəli. İndi gəlin baxaq görək ki, bunu davam edən varmı? Yəni bizdə Azərbaycanda yaşıl biznesin bir qolu nədir? Təkrar emaldır da, düzdür? Bu yaxınlarda biz xarici ölkəyə getmişdik. Bir kurtka almaq istəyirdik. Girdik bir mağazaya, gördük ki, kurtkanın içində böyük bir emblemi var. Deməli bu plastik butulkalar yoxdur. Qablar. Biz onda nə bilim kola içirik, nə seçirik. Bax ondan kurtka hazırlayıb satırlar. Və içində də yazırlar ki, dünyamızı yaşıl edək. Və butulkalı və deyir ki, bu təkrar emaldan yaranan bir gödəkçədir də. Və çox da isti, çox da keyfiyyətli. Varmı bizdə o? Yoxdur bizdə. Onun üçün qurulması böyük bir investisiya lazımdır və yaxşı bir investor lazımdır ki, bunu bizdə qurmağa bacarsın. Bəs bu son olaraq bir sual vermək istəyirəm. Yaxşı bir layihə tuzdurduq, biznesimizi qurduq. Bəs daha geniş kütləyə çatmaq, bu ölkə daxilində demirəm, ölkə xaricində biznesi inkişaf etdirmək, tanıtdırmaq, başqa ölkələrdə əlaqələr qurmaq üçün nələr eləmək olar? Vallahi o sual mən də özümə verirəm həmişə. Nəzərə alsaq ki, dünyada bu dəqiqə ümumiyyətlə görürsünüz də sonuncu Trumpın bu çıxışlarından yox, gördünüz nədir? İdxal olunan mallara, rüsumları hətta bizə də 10% qoyub sağ nə qədər artırdı. Əslində 10% öyle, effektiv hardasa 30%-dir. Çox yaxşı olar ki, bəli, məsələn, sən bu bazarda artıq yerini tutandan sonra başqa bir bazarlara çıxışın ola. Amma başqa bazarlara çıxış etməkdən ötürü də yenə də çox mükəmməl bir biznes planı olmalıdır. Yəni bildiyim ki, mən çıxım bu dəqiqə Rusiya bazarında, məsələn, tutaq ki, hansısa bir biznesi qurum və yaxud da ki, burada nəyisə istehsal edim, aparım onu Rusiya bazarında satım, yox. Yəni bildiyim bir biznes plan olmalıdır və araşdırmalısan, hökmən bazarı araşdırmalısan. Mümkündür. Mənə bu yaxınlarda demişdilər ki, bəs Özbəkistanda çox böyük geniş imkanlar çoxdur və bir xanım var idi. Özbəkistanda gözəllik salonu açmaq istəyirdi. İnşaat malları kimi. Bəs mənə də dedi ki, siz mənə dəstək olarsınız. Biz bir yerdə getdik Özbəkistana. Bəli, belə deyək də, imkanlar çoxdur. Amma əhalinin 60% kasıb insanlardır. Həddən artıq kasıbçılıq çoxdur da. Düzdür, dövlətin çox güclü siyasəti var, həqiqətən çox yaxşı elədi. Xarici investisiyalara çox böyük qapı açdı, vergilərdə güzəştlər eləyir. Heç bir korrupsiya əməli yoxdur, yəni sən istədiyin yerdə biznesi qura bilərsən, heç kəs gəlib sənin qapını döyüb deyə bilməz ki, sən mənə ayda bu qədər verəcəksən. Zaman lazımdır. Niyə zaman lazımdır? Düzdür. İnsan kütləsi çoxdur. Biznes çox azdır, çox geri qalıblar da. Amma yenə də çox yaxşı bir biznes plan olmalıdır. Olmasa mümkündür. Və əgər siz fikirləşirsiniz ki, siz tutaq ki, getdiniz hansısa bir xarici bazara, orada o dəqiqə sizin brendinizi tanıdılar, sizə pul siz çoxlu gəlir qazandınız, bu mümkündür. Mən düşünürəm ki, o burada bir vaxt qoymuşuq, oradan az bir 2 il olacaq.
Ən azı və çox önəmli bilirsiniz nədir? Mən onu şəxsi təcrübəmdən deyirəm. Ola bilsin ki, indi kimsə deyəcək ki, yox belə də. Əgər sən hardasa kənarda biznes qurursansa, müəyyən müddət sən özün orada olmalısan. Mümkün deyil ki, sən burada olasan, kiməsə ona həvalə eləyəsən ki, o insan onu qursun. Mən bilmirəm, bəlkə mən bu xasiyyətimdən gəlir. Düz deyilsiniz, çünki heç kim sizin can yandıra bilməz. Networking öz işini görəcək orada ki, müəyyən qədər sizi tanımalıdır həmin lokal əhali. Bəli. Və səni tanımalıdır da. Ən azı sən getməlisən. Sən düzdür bir komandanla birlikdə, məsələn, sən özün getməlisən. Bir baxmalısan, araşdırmalısan. Aynən kiməsə pul verim getsin mənim üçün biznes qursun. Mənə onu deyirlər də. Məsələn, sizə deyək, siz gedin, araşdırın bazarı, gəlin, bizə bir ideya verin. Deyirəm, yox, elə olmur. Bir yerdə gedək. Gedən siz də baxın, görün. Siz ümumiyyətlə bura yatırım etmək istəyirsiniz. Gedən bir insanlarla danışaq, bir mağazaya gedək, bir-iki şəhəri gəzəyin, bir ətrafımıza baxaq, bir orada tanıdığımız yaxşı bir sahibkarla söhbət eləyək, yəni uğur qazanmış, uğur qazanmayan sahibkarla söhbət eləyək. Yəni bu hökmən qaydada araşdırılmalıdır. Yəni sən bəli, brendini genişləndirmək üçün bu kifayət qədər yatırım olmalıdır, kifayət qədər özünün qatqın olmalıdır, yəni şəxs olaraq və çox güclü bir komandan olmalıdır. O komanda ki, o biznesi sənin üçün quracaq. İstəyirsən o komandanı buradan apar ora, o da bir xərcdir. İstəyirsən o komandanı orada qur günə. Fiziki və mənəvi hər qaydada öz canını o layihəyə, o biznesi həsr eləməlisən ki, uğur əldə eləyəsən. Çox sağ olun Zülfiyə xanım, çox maraqlı görüş keçdi. Həm Nihadın, həm mənim ağlımda olan, həm də izləyicilərimizə maraqlı qalan sualları cavablandırdınız. Xoş oldu ki, bugün bizimlə oldunuz. Mən sizə təşəkkür edirəm. Sizin bu başlanğıc ideyanızı da bu da sizin. Sizə uğurlar arzulayıram. Əslində bizdə belə podkastlar çox olmalıdır. İnsanlar maariflənməlidirlər. Biz nə qədər də desək ki, çox vaxt deyirlər, maliyyə savadlığı elə hamı danışır ki, maliyyə savadlığı. Mən həmişə deyirəm, bu yetərincə çox olmalıdır. Yetərincə çox olmalıdır. Çünki hər sözdən, hər bir podkastdan sən bir dənə cümləni beyninə yaxsan belə, sən görəcəksən ki, sən müəyyən müddətdən sonra həqiqətən də hər şeyi bilirsən. Bəli. Mən sizə təşəkkür edirəm. Sizə uğurlar arzulayıram. Uğurlarınız çox olsun. Çox sağ. İnşallah gələcəkdə də başqa layihələrdə yenə görüşərik. Yeni yollarımız kəsişər. Yeni yollarımız çəkilsin diləyilə. Çox sağ olun bir daha. Siz də sağ olun. Təşəkkür edirik.